Deməli bir kənddə bir rəssam olur. Sakit adam olur. Bütün gün oturur ağacın altında resim çəkərmiş. Bir gün kənd sakinlərindən biri gəlir rəssama yaxınlaşır. Deyir, sən niyə imkanın ola kənd cəmaatına köməklik eləmirsən, kasıblara əl uzatmırsan, heç nə eləmirsən. Deyir, məsələn, çörəkçi deyir, həftədə bir dəfə pulsuz çörək paylayır. Nə bilim, qəssab həftədə bir dəfə pulsuz ət paylayır. Sən niyə heç nə eləmirsən? Rəssam elə şəkil çəkə-çəkə çönür, baxır, heç nə demir. Bu sakin biraz da əsəbləşir. Gedir, başlayır kənddə rəssamın dalıcan danışmağa ki, o belə adamdır, o belə pis adamdır. Mən getdim ona söz düzüm etməyə cavab vermədi, belə elə. Bir neçə il sonra rəssam dünyasını dəyişir. Rəssam dünyasını dəyişəndən sonra biraz vaxt keçir. Bu sakin görür ki, daha çörəkçi çörək paylamır, qəssab ət vermir pulsuz. Gəlir çörəkçiyə yaxınlaşır, deyirsən niyə pulsuz çörək vermirsən də, əvvəl verirdin. Deyir, rəssam həmişə bizə gətirib pul verirdi ki, bu pulun müqabilində kənd cəmaatına pulsuz çörək paylayın.